Sağlam yoldaşlar Güvənin 25 may 2025 yıl tarixində keçirdiyi bu 9 siniflər üzrə blok imtahanının fizika suallarına nəzər yetiririk. Başlayaq. 31. Qatar yerə nəzərən 10 metr bölü saniyə sürətlə hərəkət edir. Qatarda olan sərnişinin onun hərəkəti istiqamətində 16 metr bölü saniyə hərəkət edərək bir vagondan digərinə keçir. Bu sərnişinin yerə nəzərən sürətini müəyyən edir. Deməli, hərəkət istiqamətində gedirsə, bu zaman sərnişinin yerə nəzərən sürəti bərabərdir. Sərnişinin qatara nəzərən sürəti plus qatarın yerə nəzərən sürətinə. Yəni, onun üstünə gəlirik. 10 da 6-nı cavabımız eləyir 10,6 metr bölünsün saniyə. Yəni, cavabımız olacaq Y variantı. Əgər onun hərəkətinin əksi istiqamətini desəydi, artıq fərqi olacaqdı və 9,4-ə bərabər eləyəcəkdik. 34. Müayim müstəvi üzərində sükunətdə olan cismə təsirən ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi hansı istiqamətdə yönəlir? Ağırlıq qüvvəsi aşağı istiqamətdə yönəlir, yəni 4 istiqamətində. Dayağın reaksiya qüvvəsi isə 2 istiqamətində yönəlir. Yəni cavabımız olacaq 4 ilə 2, yəni D variantı. 32. Saatın 20 sm uzunluqlu dəqiqə rəqəminin uc nöqtəsinin 30 dəqiqə ərzində yerləşməsi modulunu hesab edilir. Deməli, dəqiqə rəqəmin uzunluğunu R ilə ifadə etsək, olacaq R bərabərdir 20 sm. Yəni, bunu cavabda 10 sm-lə saxlayaq. Bu zamanı bizə verib 30 dəqiqə. Dəqiqə əqrəbi deyirsə, dəqiqənin periodunu yazmaq lazımdır. Bu 60 dəqiqə, yəni 1 saatdır. Bu zaman dövrü tapsaq, dövr bərabərdir. Zaman bölünsün periyod, yəni 30 bölünsün 60. Deməli, dövrümüz 2-də 1-dir. Və 2-də 1 dövrdə yerdəyişmə 2 yerə bərabərdir. Onu da 2-ni vuracağım yerə, yəni 20-yə cavabımız eləyəcək 40 sm. Yəni cavabımız olacaq 32-də A variantı. 35. Kütləsi 4 kg olan cisim üfüqi səthi üzrə düz xəttə bərabər sürətlə hərəkət edir. Bu cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini hesab edin. Düz xəttə bərabər sürətlə hərəkətdə bu cismin dartı qüvvəsi ilə hərəkətin əksinə yönələn sürtünmə qüvvəsi bir-birinə bərabər olur. Yəni, F dartı bərabərdir F sürtünməyə və hər ikisi ilə MMC ilə tapılır. Müsü 10,2, M 4, S 10, deməli, sürtünmə qüvvəsinin qiyməti 8 Newton, yəni Y variantıdır. 33. Tarazlıqda olan dinamometrin göstəricisine əsasən 60 Newton göstərir. Ondan sonra cismin kütləsini hesablayın. Deməli, MC'si 60 Newtondur. Bu zaman kütləni tapsaq M bərabər olacaq 60 bölünsün J ona, kütləmiz 6 kilo olacaq, yəni A variantı. 36. 30 kilo kütlə cismi tarazda salan F qüvvəsinin qiymətini hesab edin deyir və linqin çəkisi nəzərə alma deyir. 30 momentlər qaydasına görə saat təqrə istiqamətdə fırlanan qüvvə momentlərinin cəmi saatin əksinə fırlanan qüvvə momentlərinin bərabər olmalıdır. Yəni, bu F qüvvəsi saat təqrə istiqamətdən fırladır. 30 kilo Newton, yəni sol tərəfdəki isə saat tərəfinin əksi istiqamətdə fırladır və bunların momentlərinin bir-birinə bərabər eləsək, onu da mg, bura mg-də çəksək, bu neçə newtondur? Mg, yəni 300 newton. İndi 300 newton vurulsun qoluna. Qolu neçədir? 3-dür. Bərabər eləyəcəm F vurulsun qoluna. Dayağa kimi məsafəsi neçə bölgüdür? 1, 2, 3, 5 bölgüdür. Yəni F vurulsun 5-ə. Burada mən F-i tapdım, F bərabər olacaq 900 bölünsün 5-ə. Yəni cavabımız olacaq neçə? 180 Newton. Yəni C variantı. Keçək növbəti səhifəmizə 37-yə. Yer səthindən 5 metr hündürlükdə potensial enerjisi 40 Joule olan cismin kütləsini deyir hesablayın. Potensial enerjinin ifadəsi nəyə bərabərdir? Mg H-a. Buradan mən M-i tapsam kütləni M bərabər Y potensial bölünsün JH. Yəni 40-ı böləcəm J10 H da 5. Bizə verəcək 10,8 kilo. Yəni D variantı. Sonra 41. Soyuma nəticəsində suyun temperaturu 18 Selsius alır. Kelvin şkalası üzrə başlanğıc temperaturu 323 Kelvin olan suyun son temperaturunu deyir hesablayın. Selsiusdəki temperatur dəyişməsi bərabərdir Kelvindəki temperatur dəyişməyinə. Yəni temperatur dəyişmələri bir-birinə bərabər olur bu şkalalarda və 18 Selsius azalırsa, deməli Kelvindəki də temperatur dəyişməsi 18-dir. Yəni
Son temperatur tapanda başlanğıc temperaturdan çıxacağam 18, çünki qiymət 18 qədər azalır. Bu zaman 323-dən çıxacağam 18-i, cavabımız neçə eləyəcək? 305 Kelvin, yəni C variantı. 42 cismin istilik tutumu ifadə təyin edilir. İstilik tutumu yəni Q bərabərdir S M delta T idi. Burada Sm bizə verir istilik tutumunu, olacaq S vur delta T. Buradan S'ni tapsaq S bərabər olacaq Q bölünsün delta T. Yəni istilik miqdarı bölünsün temperatur dəyişməyi. Bu da bizə verəcək B variantını. Temperatur dəyişməyi T2 sıx T1 ilə ifadə olunur. Sonra 38. Mexaniki gücün zamanlı asıqlıq diaqramında hansı nöqtə mexaniki işin ən böyük qiymətinə uyğundur deyir. Deməli yoldaşlar, iş nəyə bərabər? İş bərabərdir güc vurulsun zaman. Yəni, mexaniki işin ən böyük qiyməti olması üçün həm güc, həm də zamanın ən böyük qiyməti olmalıdır. Və burada görürəm ki, gücün ən böyük qiymətləri 1 ilə 2-dir. Zamanın ən böyük qiymətləri isə 3 ilə 2-dir. Onda hər ikisinin ən böyük qiymət olduğu 2 variantına uyğun gəlir. Yəni, cavabımız olacaq 38-də B variantı. Əgər ən kiçiyi desəydi, ən kiçiyi 4 olacaqdı. 39. Mexaniki diaqram dağ uzunluğunun əks periodunun asılı qrafiqi hansıdır? Dağ uzunluğu bərabərdir sürət vurulsun perioda. Yəni, burada görürəm ki, sürət sabit olduqda dalğa uzunluğu perioddan düz asılı olur. 39-da cavabımız eləyəcək B variantı. 44. Birinci selektrik sahəsinə daxil edilmiş kürəciyə təsir edən qüvvənin onun yükündən asılı qrafiki verilmişdir. Bu sahənin intensivliyini hesablayın deyir. Sahənin intensivliyi bərabərdir qüvvə bölünsün kütləyə. Qüvvənin qiyməti 8 milli Newton, yəni 8 vur 10 üstü mənfi 3-dür. Yük isə 4 mikrokulomdur. Yəni 4 vurulsun mikro olduğu üçün 10 üstü mənfi 6. 8-i böləcəm 4-ə 2. 10 üstü mənfi 3-ü bölsəm 10 üstü mənfi 6, 10 üstü 3. Yəni bu bizə verəcək 2 kilonewton bölünsün kulom. Çünki 10 üstü 3 kilodur. Cavabımız olacaq 44-də A variantı. 40. Suyun daxilində tarazlıqda olan eyni həcmli cisimlərə təsir edən Arximet qüvvələri arasındakı hansı münasibət doğrudur? Burada Arximet qüvvəsi arasındakı münasibət batma, yəni batan hissənin həcminə görə baxılır. Yəni Arximet qüvvəsi bərabərdir Romaye, J və batan idi. Burada görürəm ki, 1 ilə 2 ikisi də suya tam batıb. Yəni burada Arximet qüvvələri bir-birinə bərabərdir, çünki onsuz həcmlər də eynidir. Bütün həcmi batıb. 3-də isə həcmin yarısı batdığı üçün Arximet qüvvəsi kiçik olmuş olacaq. Cavabımız olacaq 40-da D variantı. Batan hissələrə baxdım. 1 ilə 2 tam batdığı üçün eyni həcmlidir onsuz da. Bu zaman cismin bütün həcmi batdığı üçün Arximet qüvvələri bir-birinə bərabərdir. 3-də isə ə, cismin yarısı batdığı üçün, yəni batan hissənin daha az olduğu üçün Arximet qüvvəsinin qiyməti də daha az olmuş olacaq. 40-da cavabımız olacaq D variantı. 45. Verilmiş 2.3 arasındakı qarşılıqlı təsir qüvvəsinin modulunun onların arasındakı məsafədən asılı qrafiki necədir? Kulon qüvvəsinin üstünü necədir? F bərabərdir K Q1 Q2 böl R kvadrat. Yəni sükunətdə olan 2.3-ün vakuumda qarşılıqlı təsir qüvvəsi yüklərin modulları ərazisidə düz aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Yəni arasındakı məsafənin də tərs asılı olacaq. 45-də cavabımız olacaq B variantı. Keçək növbəti səhifəmizə. Elektrik yükünü toplamaq üçün istifadə olunan cihaz hansıdır deyir. Elektrik yükünü toplamaq üçün kondensatordan istifadə edirik. Menzurka nə edir? Həcmi ölçür. Manometr təzyiq ölçür. Reostat cərəyan şiddətini tənzimləyir. Elektrometr potensialla ölçür. Potensial fərqinin gərginliyi ölçmək üçün istifadə olunur. 50. Elektrik gərginliyinin beynəlxalq vahidlər sistemində vahidi hansıdır deyir. Gərginliyin vahidi voltdur. Ohm müqavimətin vahidi, watt gücün, amper cərəyan şiddətinin, kulon da yükün vahididir. Verilmiş elektrik sistemində kasanı qapadıqda hansı lampalar işıqlanar deyir. Vakuum diodu cərəyan şiddətini düzəldirmək üçün istifadə olunur. Bu zaman dəyişən cərəyanı düzəldirmək üçün istifadə olunur. Bu zaman hansı lampalar işıqlanar deyirsə, vakuum diodunun anodu müsbət qütbə, katodu mənfi qütbə qoşulmalıdır ki, lampa işıqlansın, yəni cərəyan axsın.
Burada anod bu tərəfdir, yəni katod isə bu tərəfdir. Anod müsbət, katod mənfi qütbə qoşulmalıdır. Bu anod, bu katod, bu da közəlmə telidir. Müsbət mənfi, burada yenə müsbət mənfi, burada yenə müsbət mənfi, burada yenə mənfi müsbət qütbər. İndi müsbət cəryan axır gəlir burada mənfi tərəfdə düşür. Deməli 4 yanmaz. Müsbət gəlir müsbət tərəfə düşür. Bu yanar, 3 yanar. Müsbət gəlir mənfi tərəfə düşür. Onda 2 yanmaz. Müsbət cəryan axır gəlir müsbət qütbə qoşulub. Deməli 1 də yanar. Cavabımız olacaq 1 ilə 3, yəni A variantı. 51. Müstəqildən keçən cərəyan şiddətinin onun üzərindəki gərginliyin hansı qrafiki hansıdır deyir. Metallarda cərəyan şiddəti I bərabərdir. Ohm qanununa görə dövrə hissəsinin uzandakı gərginliklə düz, müqamətlə tərs cərəyan şiddəti, yəni düz mütənasib olacaq. Cavabımız olacaq 51-də D variantı. Sonra 48. Dövrə hissəsinin ümumi müqamətini deyir hesablayın. R1, R2 görünən ki, bir-birinə paralel qoşub, paralel qoşulmada yazırdıq. R1, R2 böl R1 plus R2 qaydası ilə tapırıq. 6 vur 3 bölünsün. 6 plus 3, yəni 18 böl 9, 2. Deməli, sol tərəfimiz 2-dir. Elə bir ki, yuxarılar getdi. Bunları birləşdirdim. Buradan bir ümumi müqamətim oldu 2. 2 ilə də görürəm ki, 9 arzu qoşulduğu üçün toplayacağım. 2-nin üstünə 9 gələcəm, eləyəcək 11 ohm, yəni C variantı. Sonra 52. Bərk simamaylar üçün element diaqramı olduğum ifadələri müəyyən deyir. Bu da variantlar tam görünmür, aşağı düşək. Hı -hı. Deməli, həcmini saxlayır. Həcmini saxlayır hər ikisi. Formasını saxlayır bərk cisim. Mayələr formasını saxlamır. Töküldüyü qabın formasını alır. Molekulların nizamlı düzülüşünə malikdir bərk cisim. Cavabımız olacaq 2, 4, 3, 1, yəni C variantı. Sonra 49. Elektrolitdə sərbəst şüşəsi hansılardır? Elektrolitdə sərbəst şüşələr müsbət və mənfi ionlardır. Elektronlar və deşiklər yarımkesizlərdə idi. Elektronlar müsbət və mənfi üçlü ionlar. Bunlar hamısı qazlarda idi. Bu qədər. Yəni cavabımız 49-da E variantı. Keçək növbəti səhifəmizə. 53. Asar sözlərdən uyğun ardıcıl istifadə mətni davam təmiz yarımkesicinin tərkibində aşkar olmayan elektrik keçiriciliyi məxsus keçiriciliyə adlanır. Öz elektronları asanlıqla verərək sərbəst elektron əmələ gətirə bilən aşkara donor aşkar deyilir. Yarımkesicdə kristallar deşiklərin sayını artıra bilən aşkara qəbul edilən akseptor aşkar deyilir. Əsas yük daşıyıcısı elektronlarla olan yarımkesicilər negativ, yəni N-tip. Deşikdə olan yarımkesicilər isə pozitiv P tip adlanır. Cavabımız olacaq 2, 5, 4, 3 və 1. 57. Uyğunluğu müəyyən edin. Sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulmuşdur. Eyni vaxtda həm termistoru, həm də rezistoru qızdırdıqda nə baş verər deyir. Termistor yarımkesirici, rezistor isə metaldır. Bu zaman termistoru qızdıranda yarımkesiricinin temperaturunu artırdıqda müqaməti azalır, cərəyan şiddəti artır. Rezistorda temperatur artırdıqda isə müqaməti artır, cərəyan şiddəti azalır. İndi burada yoldaşlar, görürəm ki, termistor A1-ə qoşulduğu üçün, yəni A1 ampermetrə qoşulduğu üçün dedik ki, müqaməti azalır, yəni termistorun müqaməti azalacaq, azalara C variantı uyğundur. Və bu zaman A1 ampermetrin göstərişi artacaq. Çünki müqamət azalırsa cərəyan şiddəti nə olmalıdır? Artmalıdır. Daha sonra rezistorun temperaturunu artırdıqda isə müqaməti artır, yəni artıra rezistor müqamətini yaza bilərik. Və azalır, ona qoşulan ampermetrin göstərişi, yəni A2 azalır. Ümumi mənbəyə qoşulan, sabit gərgin mənbəyinə qoşulan voltmetrin isə göstərişi dəyişməz. Yəni cavabımız olacaq 1-ə BD, 2-yə CY, 3-ə də A variantları uyğun gəlmiş olur. Sonra davam edən növbəti sualımızdan 54 ilə düz xəttlər keçirilən verilmiş kütləvi cismin sürətinin modunun zamanı qrafiki
Bu şəkildədir. Yəni V bərabər 4T şəklində cismət təzən əvvəlcə cüqün qiyməti 20 Newton olarsa cismin kütləsini deyir hesablayın. Bu V bərabər AT tənliyidir. Yəni burada təcil 4-dür. Qüvvənin də qiyməti 20-dirsə, A bərabərdir F bölü Newton ikinci qanuna görə 20 bölünsün 4 deməli təcrübemizin qiyməti nə olacaq uşaqlar? 5 metr bölü saniyə kvadrat olacaq. 58 0 temperatur müqaməti 40 ohm olan metal naqilinin 50 Selsi temperaturda müqamətini hesablayındır. R bərabər düsturum R0 vurulsun 1 plus alfa T. 0 Selsi temperatur müqamət 40, yəni R0 40-dır. 1 vurulsun alfası, temperatur əmsalı 1000-də 4-dür, temperatur da 50-dir. Bu zaman olacaq 40 vurulsun 1/2, yəni 48 ohm. 55. Elektroz zamanı katod üzərində ayrılan maddənin kütləsi 6 milliqram olarsa, bu zaman elektroddan keçən yükün miqdarını deyir hesablayın. Düsturum nədir? M bərabərdir K2. Buradan mən 2 tapsam, Q bərabər M bölünsün K. Yəni, kütləni bizə verib 6 milliqram. E, Elektron kimi ekvivalent də 10-da 3-dür. Hər ikisi milliqramdır. Sermə ehtiyac yoxdur. 6-nı böləcəm 14-sə cavabımız eləyəcək 20. Deməli, bu 20 klondur yük. 59. Şəkildə göstərən elektrik dövrəsinin sxemini qurun deyir. Bu onsuz 4-cü qrupun situasiyasına eynidir. 4-cü qrupun situasiyasını çəkərəm bunu. Eyni sualdır. Sonra 56. Birinci elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yüklərin yerləşim nöqtələri olan sahə intensivlərinin modullarının hansı məsələ doğrudur? Birinci elektrik sahəsində intensivlər bir-birinə bərabər olur. Yəni 5 şərti doğrudur. Və intensivlər bərabərdirsə, yükün üstü necədir? Qüvvənin üstü necədir? F bərabərdir QY. Yəni burada görürəm ki, Q2 Q1-dən böyük şərti veribsə, intensivin sabit qiymətində qüvvə yükdən düz asılı olacaq. Yəni ikincinin yükü birincidən böyükdürsə, onda qüvvəsi də böyük olmuş olacaq. Yəni cavabımız olacaq 1 və 5. 60. Başlanğıc temperatur 27 Selsi olan verilmiş kütləli quruluşun müəyyən müddət qızdırılaraq tamamilə əldə Bu zaman bütün prosesə uyğun quruluşun temperaturunu aldığı isti miqdarın asılı qrafini çəkin. Deməli, temperaturun Selsi şkalasında istilik miqdarının asılı qrafini istəyir. Bunda bax, düzdür. İndi başlanğıc halda temperatur 27 Selsidən 27-dən başladığı qiymət və qızdırılır, artır. Müəyyən bir qiymətə çatanda artıq əriməyə başlayır. Bu temperaturda verib bizə neçə? 327 Selsi. Yəni 27-də başlayıb qızmağa, 327 Selsi salanda artıq əriyir. Çünki ərimə temperaturu 327-dir və başlanğıcda qızdırmaya sərf olunan miqdarı Q1 ilə, burada taparam hansı üstündən Cm delta T ilə. Qiymətlər verməyib onsuz belə qalsın. Əriməyə sərf olunan istilik miqdarı isə Q2 ilə tapılır və Q2 də bərabərdir. Daha doğrusu Q1 ilə Q2-nin fərqi bərabərdir. Buraya sərf olunan istilik miqdarı bərabərdir. Nəyə? Lambda M-ə. Sırf bu hissə arasındakı istilik miqdarı Q2 ilə Q1-in fərqinə bərabərdir və buna sərf olunan istilik miqdarı ərimə istiliyi, yəni lambda M-lə tapılır. Qrafikimizdə belədir. Keçək 4-cü qrupun situasiyasına 9-cu sinif şagirdi Nərmin akkumulyator, açar, ehtiyat lampası, ampermetr, voltmetr, reostat və birləşdirmə naqillərini istifadə edək şəkildə göstərilən elektrik dövrəsi qurdu. O açarı qapayaraq ampermetr və voltmetr göstəricini qeyd etdi. Dövrənin sxemini qurun deyir. Bu akkumulyatordur. Onsuz qeyd edilib burada. Əvvəlcə Nərmin akkumulyatordur. Bu akkumulyator. Akkumulyator belə. Sonra onun yanında nə var? Açar var. Açar belə, şərt işarəsi. Sonra aşağıda nə var? Bu reostat. Reostatın şərt işarəsini yazdıq. Aşağıdan belə çəkək. Girməsin bir-birinə. Reostat. Sonra nə var? Reostatın yanına bir lampa qoşulub.
Daha sonra lampaya paralel olaraq bir voltmetr qoşulur. Bu voltmetrdir, gərginliğini ölçür. Daha sonra lampaya ampermetr alıcı qoşulub və bu da elə akkumulyatora, yəni cərəm mənbəyinə birləşdirilir. Belə bir sxem çəkmək olar. Akkumulyator, açar, reostat, lampaya paralel qoşulan voltmetr və lampaya alıcı qoşulan ampermetr. Sonra gəldik növbəti sualımıza 89 ampermetrin göstərişi 2 amper, voltmetrin göstərişi 10 volt olarsa lampanın müqavimətini də hesablayın. Müqavimət bərabərdir gərginlik bölünsün cərəyan şiddəti onun qanuna görə. Gərginlik, yəni voltmetrin göstərişi 10 voltdur, cərəyan şiddəti, yəni ampermetrin göstərişi 2-dir. Onu böləcəm 2 eləyəcək 5. Və sonuncu sualımız 90. Velosipedin sürücüsünü sağ kənar vəziyyəti, sol kənar vəziyyəti gətirdikdə bu zaman cərəyan axan hissənin uzunluğu artıb azalır və uzunluq artıb azaldığı üçün R bərabərdir rho L bölünsün S üstünə əsasən uzunluq artanda müqavimət artır, cərəyan şiddəti azalır. Uzunluq azalanda müqavimət azalır, cərəyan şiddəti artır və lampanın ikisinin cərəyan şiddəti onun müqavimətindən I bərabər U bölür. Yəni ona görə düsturumuz budur və necə asılıdır? Tərs asılıdır. Dövrə əsəbi uzanır gərginlikdən düz, müqavimətlə tərs asılıdır. Qrafikimiz tərs asılıqdır. Düsturumuz da I bərabərdir U bölünsün R-dir. Və reostatın sürücüsünün sağ kənar vəziyyəti, sol kənar vəziyyətini gətirdikdə, yəni naqilin uzunluğunun artıb azalması isə R bərabərdir rho L bölünsün S düsturuna əsasəndir. Uzunluq artımında müqavimət artır, cərəyan şiddəti azalır. Uzunluq azalanda müqavimət azalır, cərəyan şiddəti artmış olur. Bu qədər yoldaşlar. Növbəti izlərdə görüşəndə özünüzdən müğəyyət olun.